Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billahil aliyyil azim. Ve sallallahu ala seyyidina ve seyyidil mursalin ve ala ehli beytihil etyebin. Ve la'nud daim ala a'daihim ecmaîn minel an ila yevmiddin. Amma ba'd. Allah Tebarek ve Teala Kur'an-ı Kerim'de Maide suresi 54. ayette buyurur. Euzu billah. Ya eyyühellezine amenu men yertedde minkum an dini fesevfe ya'tillah bi kavmin yuhibbuhum ve yuhibbuneh ezilleten alel muminin aizzeten alel kafirin yücahidun fi sebilillah ve la yahafune levmete laim zalike fedlullah yu'tihi men yeşâ vallahu vasiun alim. Sadakallahul aliyyül azim. Ayənin əvvəlcə tərcüməsini inşallah ərz eləyək. Allah Teala buyurur: ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə, Allah tezliklə özünün sevdiyini və onu sevən bir dəstəni gətirər. Onlar möminlərin qarşısında təvazökar, kafirlərin qarşısında isə qüvvətli və qalibdirlər. Allah yolunda cihad eləyər və heç bir tənə vuranın tənəsindən qorxmazlar. Bu Allahın lütfidir ki, onu istədiyinə verər. Allah vüsət sahibi və biləndir. Maide suresi 54. ayə. Bu ayənin təfsirində Əhl-i Təsənni alimi Fəxri Razi Məfatihül Qeyb əsərində cild 12 səhifə 34-də yazır. Başqa bir ədəbiyyatımızda var, onu daha elə bəs eləyər bunu deyirəm. Bu ayə yazır, Fəxri Razi yazır. İmam Əli əleyhissalamın haqqında nazil oldu. Nə vaxt? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Xeybər döyüşündə buyurduğu söz ona dəlalət edir. Peyğəmbərimiz buyurdu: sabah bayrağı ləatiyənnə ər-rayətə qədən yuhibbuhullah və yuhibbur rəsul. Həzrət Rasulullah buyurur: sabah bayrağı elə bir şəxsə verəcəm ki, Allah və Rəsulü onu sevir və o da Allah və Rəsulunu sevir. Sabah bayrağı Xeybər qalasını fəth eləmək üçün Həzrəti Əli əleyhissalama verdi. Bu ayə buyurur ki, bu hədislə bu ayə uzlaşır və bu ayə Həzrət əleyhissalamın barəsindədir. Deyəcəyik ki, hansı sifətlər sayır Quran Əmirül-Möminin salam barəsində. Möminlərin əmiri Yəsubuddin Əli əleyhissalamın müntəxəb əsərində təqribən 1000-ə yaxın adın gətiriblər. Yəsub bal arısının, arı ailəsinin qapısında duran kişi arıya Yəsub deyərlər. Keşikçidir, ora qoymaz, yad ünsürlər daxil ola. Əmirül-Möminin əsələm bu dinin Yəsubudur. Əvvəl gündən ömrünün sonuna qədər dini zərərverici ünsürlərdən qoruyan Allahın şiiridir. Amma zaman bu vaxta qədər Həzrət Əleyhisselamın əleyhinə işləyib. Onun haqqında yalancı sözlər, səblər, 70 il Muaviyyə fərmanı ilə ağanın haqqında təhqirlər olunub. Hətta sonda Qədr gecəsində, Ramazan ayının 19-cu gecəsində Küfə məscidində namaz üstündə şəhid olanda Şamda deyirdilər, Əlinin məsciddə nə işi var? Əli namaz qılırdı ki. Amma mən istəyirəm Əli əleyhissalamla müxalif olanların bəzi mərdlərinin Ağa Əmirül-Möminin əleyhissalam haqqında fəzilətlərini ərz edeyim bugün sizə. İbn-i Əbil-Hadid Mu'təzili Nəhcü Bəlağənin şərhində belə bir söz yazır. Buyurur: və mə əqulu fi raculin əqarrə ləhu a'dauhu və xusumuhu bil-fadl. Nə deyim bir kişinin barəsində ki, düşmənləri onun fəzilət və kəmalını bəyan eləyib və onun haqqında kitablar yazıblar. Nəhcü Bəlağənin şərhi 1-ci cild 15-ci səhifədə. Həmin kitabda Əli əleyhissalam haqqında 24 dənə hədis gətirib və yazır ki, bunlar Peyğəmbərin buyurduqlarından bir hissədir. Əzzullah Dehləvi Hindistanın Dehlisindən sünni alimidir. Kitab-ı İsna Əşəriyyədə bu dediyim ünvan Əllamə Əmini Əl-Qədirdə bu sözü deyir. Deyir, Əzzullah Dehləvi deyir ki, əgər Peyğəmbərin dilindən Əli əleyhissalam haqqında çıxan 12 dənə hədis olmasaydı, Əli tərəfdarlarının burnun yerə sürtmək olardı. Həmin kitabda bu sözü yazır İbn-i Əbil-Hadid. Deyir, düşmənlər Əli əleyhissalamın fəzilətini yazıb. Və 24 dənə də hədis gətirib. Onlardan biri budur, Şəbli Şümeyl, Xristiyan alimidir. Yazıb Əliyyün nusxadun mufradə.
Əli misilsiz tək nüsxədir. Yəni onun kopyası yoxdur bizim dilə gələndə. Təkdir. Onun təkrarı yoxdur. Corda xristian alimidir. Əli Sotul Ədalətül İnsaniyə kitabı. Əli insanlıq ədalətinin səsidir kitabında yazır. Əli əleyhissalamın fəzilətlərinə görə sevirəm. Çünki hansı fəzilətin sorağına getdimsə, orada ən kamil fəzilət sahibi Həzrət Əleyhisselamı gördüm. Və gördüm ki, onun haqqında insafsızlıq etmişlər. Və onun haqqında kitab yazmağı özümə vacib bildim. Götürdüm Əli Əleyhisselamı, araşdırdım, mütaliə elədim, gördüm özüm olmuşam Əli aşığı və Əli Əleyhisselamın haqqında o eşq əlimə qələm verdi. 5 cildlik bir kitab yazdım, Əli insanlıq ədalətinin səsidir. Ancaq Corda o kitabın hamısının əvvəlinci səhifəsində yazır ki, heyif ki, müsəlmanlar Əli Əleyhisselamdan istifadə eləyənmədi. Ağa özü buyurdu ki, məni əl-üzdən verməmiş, saluni qablən təfquduni, əl-üzdən verməmiş məndən istifadə eləyin, soruşun. Səad ibn Vəqqas durdu, dedi ki, mənim saqqalımda neçə tük var deyə bilərsən. Həzrət buradakı elmdən soruşuram, deyir, onda bilmədin. Həzrət buyurur, desəm saqqalımda neçə tük var və hər tükün dibində neçə şeytan yatıb və sənin nəslindən bir uşaq dünyaya gələcək, mənim Kərbəlada bala İmam Hüseynin qatil olacaq, dedi, haşa. Səad ibn Vəqqasın balası Ömər ibn Səad, İmam Hüseyin əleyhissalamın qatili oldu Kərbəlada. Nəcaşi adında bir şəxs tarixdə yazır, Əli əleyhissalam onu Nəcaşi şərab içdiyinə görə şərab həddi vurdu. Oradan çıxdı, getdi Muaviyyənin yanına, Şama. Muaviyyə soruşdu, hardan gəlib, hara gedirsən? Dedi, Muaviyyə, Həzrəti Əlinin ədalətindən qaçıb sənin zülmünə sığınmışam, pənah gətirmişəm. Bəzi fəzilətlər deyirəm ki, bu fəzilətlər bir verilişə sığmaz. Suudə Həmidani Muaviyyəyə onun məmurundan şikayətə gəlir, deyir, Muaviyyə, məmurum mənim haqqımı qəsb eləyib. Muaviyyə heç diqqət eləmir. Suudə Həmdani deyir, Muaviyyə bir dəfə Əli əleyhissalama da onun məmurundan şikayətə getmişdim. Mən çatanda ora namaz qılırdı. Mən ora çatanda namaz qılırdı. Namazdan qurtaran kimi şikayətimi dinlədi və o məmuru dərhal işdən çıxartdı. Qayıtdı bu şeiri oxudu Suudə Həmdani. Səlləlillahu ələ ruhin tədəmmənəha qabrun fəəsbəhə fihil adlu mədfuna. Salam olsun o bədənə ki, onunla birlikdə ədalət də dəfn olundu. Kəşf-ül-Ğümmə, cild 1, səhifə 174. Hürrə binti Halimə Səadiyyə adında bir xanım, Allah lənət eləsin Həccac ibn Yusifə. Həccac ibn Yusif Əməvilərin ən zalim xəlifəsi olub, valisi olub daha doğrusu. Ömər ibn Əbdüləziz Əməvilərin 8-ci xəlifəsi deyir, dünyanın bütün şər insanların yıxsalar bir tərəfə, biz bir dənə Həccac ibn Yusiflə gəlsək, kifayət eləyər. Yəni, onun şərri ondan artıq, onlardan artıq olar. 120 min nəfərə qədər Əli əleyhissalamın sevənləri Kümeyl kimi, Qəmbər kimi, Hücr kimi, bax, belə kişilərin başını kəsib, Allah lənət etsin Həccac ibn Yusifə. Harada Əli tərəfdarı vardı, öldürürdü. Kişilərdən utanmış düşmüşdü qadınların üstünə. Hürrə binti Halimə Səadiyyəni gətirdi saraya, həbs elətdirdi. Dedi, Hürrə, bilirsən səni niyə tutturmuşam? Dedi, niyə? Dedi, sən deyibsən ki, Əli əleyhissalam 2 xəlifədən fəzilətlidir Allah yanında, Əbu Bəkirdən, Ömərdən. Hürrə deyir, Muaviyyə, sənə səhv deyiblər. Mən belə demişəm. Demişəm, Əli əleyhissalam Allah Rəsulundan başqa bütün peyğəmbərlərdən əfsəldir Allah yanında. Bu iddianı eləmişəm. Qayıtdı, Həccac ibn Yusif dedi ki, bu daha pis. Sən bu boyda iddia eləyirsən, bunu sübut eləməsən, sənin dili boynunun dalından çıxartdıracam. Hürrə deyir, hadihi fərasətün minəz-zalim. Bu, zalimdan bir dənə fərasətdir. Səndən axı belə şey gözləmək olmaz, sən gərək fürsət verməzdin, mənə öldürərdin. Bu, Allahdandır ki, sən mənə fürsət verdin, indi gözlə deyim sənə. Mən demişəm, Allahın Rəsulundan başqa bütün peyğəmbərlərdən fəzilətlidir. Səsə ibn Suhan Həzrət Əleyhisselamdan soruşur. Deyir, ya Əli, Allah yanında fəzilətli sən ya Adəm peyğəmbər? Deyir, mən. Ağa özü deyir. Özün təqdim edir Əleyhisselam. Buyurur, ona niyə görə? Ağa buyurur, çünki Həzrəti Adəm peyğəmbərə Allah buğdanı yeməyi qadağan elədiyi halda o yedi, mənə amma buğda qadağan olmamışdır, mən xilafət dövründə yemədim. Və sən fəzilətlisən, ya Nuh peyğəmbər, mən fəzilətliyəm, ya Səsə. Niyə?
Çünki Nuh Peyğəmbər 950 il təbliğat apardı. İman gətirmədilər, Nuh Peyğəmbər qarğış elədi. Amma mənə nə qədər zülm elədilər, mən qarğış eləmədim. Sən fəzilətlisən İbrahim Peyğəmbər, mən fəzilətliyəm ya sən. Niyə? Çünki İbrahim Peyğəmbər Bəqərə surəsi 160-cı ayədə Allah Teala buyurur ki, dedi ilahi arəni keyfə tuhyil mevta. Mənə ölüləri necə diriltdiyi göstər. Allah buyurdu əvələm tuğmin, iman gətirməyibsən. Dedi iman gətirmişəm, lakin liyətməyinnə qəlbi. Qəlbim arxain olmaq istəyir. İbrahim Peyğəmbər dedi, mənə ölünü dirilməyi göstər, mən qəlbim arxain olsun. Amma Həzrət Əleyhisselam buyurur, Ləv kuşifəl qita məzdad imana. Allah sənlə mənim aramda pərdələr götürülsə, yenə imanım artmaz. Yəni iman dərəcəm o yerdədir ki, boşluq yoxdur ki, artsın. Sən fəzilətlisən Musa, mən. Musa Peyğəmbəri Allah Firavunun üstünə göndərəndə dedi, get Firavunun üstünə. Musa Peyğəmbər dedi, Allah, mənə qardaşımı da ver, tək gedənmərəm, Harun da ver. Mən amma ataların qardaşlarını öldürdüyüm halda Məkkə müşriklərinin içərisinə Mina çölünə Tövbə surəsinin ayələri mən apardım, oxudum onlara. Sən fəzilətlisən İsa, mən fəzilətliyəm ya sənsə. Çünki Həzrət İsa Peyğəmbər Allah Quranında xəbər verir. Allah Teala buyurur, ya Musa, əntə qultə, sən deyibsən, sən Allahın olsun. Dedi, yox ilahi, mən deməmişəm. Onlarla mənim hesabım qalır qiyamətə. İsa Peyğəmbər dedi, Allah bilər. Amma Əli əleyhissalam buyurur, mənə Allah deyənləri mən qoymadım cəzasız qala. Və İsa Peyğəmbəri anası Qüdsdə dünyaya gətirmək istəyəndə Allah Teala əmrləyir, uzaqlaşdırır Qüdsdən. Amma mənim anam məni dünyaya gətirmək istəyəndə Allah Kəbənin qapısını da yox, divarını açır. Mən bu cəhətdən fəzilətliyəm. Sən fəzilətlisən ya Süleyman Peyğəmbər, mən niyə görə ya Əmirəl-Müminin? Deyir, çünki Allah Teala Quran-ı Kərimdə xəbər verir. Süleyman Peyğəmbər deyir, Rabbi həbli mulkən la yənbəği li əhədin min ba'di. Allah mənə elə bir mülk ver, məndən sonra heç kim onu verməyibsən. Amma mən dünyaya dedim ki, dünya, qorra qeyri, məndən başqasını aldat. Mən sənə 3 dəfə təlaq vermişəm. Dünya məndən tərəf gəlsə də mən dünyanın dalıcı olmadım. Sən fəzilətlisən Allah Rəsulü. Mən Allah Rəsulunun kölələrindən bir kölüyəm. Əmir-i-Möminin salam buyurur. Bihar-ül Ənvarda İmam Baqir Əslandan bir hədisdir. 26-cı cilddə 169-cu səhifədə Kanət fi aliyyin sünnətu əlfi nəbiyyin. 1000 Peyğəmbərin sünnəsi, xisləti var Əli əleyhissalamda. Və Əli əleyhissalama dedim axı, hələ Əli əleyhissalamın o tərəfdarlarının yazdığı əsərlər qalsın bir tərəfə. Nəsai Həzrət Əli əleyhissalamın barəsində Mənaqib Ali ibn Əbi Talib əleyhissalam kitabı yazıb 1100 il əvvəl. Şama gedəndə onu o kitabı yazdığına görə öldürüblər. Sən gərək Muaviyə haqqında yazardı. Deyir, axı Muaviyə axtardım Peyğəmbər hədislərin, Muaviyə haqqında bir fəzilət görmədim. Nə gördüm Əli əleyhissalam haqqında. Amma Əli əleyhissalam haqqında insafsızlıq eləyiblər o mənada ki, 27 il nəfəs-nəfəsə Peyğəmbərin yanında Əmirül-Möminin salam olduğu halda Kütüb-i Sittək, Sünnilərin 6 dənə kitabında cəmi Əli əleyhissalamın dilindən Peyğəmbərin hədislərinin 586 dənə hədis gətiriblər. Amma Əbu Hüreyrə 3 il müsəlman olaraq Peyğəmbərin yanında olub, 6 ay Peyğəmbərlə bir yerdə olub, 5374 dənə hədis Əbu Hüreyrədən gəlib. Amma İbn Əsakir sünni alimidir. Şamda dəfn olunub, Şafii məzhəbindədir. 3 cildə Əmirül-Möminin salam haqqında, Mənaqibi haqqında kitab yazıb. Əli əleyhissalamın fədailəri olub. İbn Səkkit mütəvəkkilin sarayında mütəvəkkilin balalarına dərs deyir. Bir gün imtihanda mütəvəkkil oturub görür balaları bülbül kimi cavab verir. Deyir, görürsən mənim balalarım fəzilətlidir. Ya Əlinin balaları Həsən Hüseyin. İbn Səkkit deyir, nə Həsən Hüseyin? Evin yıxılsın, Əlinin qapısının, qulu qəmbərin ayağının tozu səndən və sənin atababondan balalarından əfsəldir. İbn Səkkitin boynun yarır, mütəvəkkil dilin boynunun dalından çıxardır. Əli əleyhissalamın aşiqləri Meysəm Təmmar, Kümeyl bir dəfədə etiraz olmayaraq canların fani eləyiblər Əli əleyhissalamın yolunda. Amma əzizlərim, mən ayə oxudum əvvəlcədən Maidə surəsi 54-cü ayə buyurur,
bundan əvvəl bunu dedim ki, Əli əleyhissalam buyurur, "Əyinuni bi vərəin və ictihadin və iffətin və sadat." Nəhs-ü Bəğədə 44-cü məktubda, üzr istəyirəm, 4-cü məktubda Həzrət buyurur, mənə kömək eləyin, təqvanla, istihadla, namusla, iffətlə, möhkəmliklə. Həzrət özü üçün kömək istəmir. Yəni Allah dininə kömək eləyin. Və həmin ayədə dedim axı Fəxr-i Razi yazır bu ayə Əli-İslam barəsində də xislətlərin sayır. Ola bilər bu xislətlər bəzi adamlarda tək-bətək olsun. Amma Əli əleyhissalamda hamısı bir yerdə cəmlənib. Birinci, yuhibbuhum və yuhibbunə. Allah onları sevir və onlar da Allahı sevir. Bayaq dedim, Xeybər qalasının fəthində Allah Rəsulü Əli əleyhissalamı belə adlandırır. Sabah bayrağı o kişiyə verəcəm ki, Allah və Rəsulü onu sevir, o da Allah və Rəsulunu sevir. İkincisi, Allah Teala həmin ayədə buyurur, Əzillətən aləl müminin. Möminlər qarşısında təvazökardır. Əli əleyhissalam yetimlərin və yetim ailələrinin, başlı ailələrinin qapısına çiynində yemək daşıyıb. Bu təvazökarlığına görə dünya onun aşıqıdır. Meysam əlin qolun verir, İbn Səkkit dilin verir, Hicr ibn Adi canın verir. Əizzətən ələl kafirin, kafirlərin qarşısında izzət sahibidir, möhkəmdir, şücaətlidir. Adiyyat surəsinə baxın, Əmir-ül-Möminin Əsəlamın döyüşlərinə baxın. Malikəşlər deyir, ağa bir dənə qaçağan at almin, sənin atın yabıdır, yeriyə bilmir düldül. Həzrət buyur, nə inirəm qaçağan atı? Qaçağan at döyüşdən qaçana və qaçanı qovana lazımdır. Mən nə döyüşdən qaçaram, nə qaçanı qovmaram. Bu mərdlikdir, Əli-Əsəlam şah-ı mərdandır. Və yücahidunə fi səbilillah, Allah yolunda cihad eləyərlər. Allah yolunda cihad eləyərlər. Əmr ibn Əbdəvidin başını kəsmək istəyəndə ağzının suyunu atır ağanın üstünə, ağa qayıdır, qədəm vurur. Sonra gəlir, kəsir başını. Sonra deyirlər sahabələr, niyə elə elədin? Yəni, Peyğəmbər buyurur, özündən soruşaq. Deyir, çünki birinci dəfə mənim üzümə tüpürmüşdü, ağzının suyunu atmışdı, üzr istəyirəm. Mən orada qəzəblənmişdim. Öz qəzəbimə görə yox, Allah dininə görə onun başını kəsdim. La yəxafunə ləvmətəl laim. Beşincisi, Əmir-ül-Möminin Allah Teala buyurur ki, heç tənə vuranların tənəsi ona təsir edə bilməz. Tövbə surəsinin ayələri Məkkəyə apardı, qorxmadı ki, ona qarşı yəni başqa bir hərəkət eləyə bilərlər. Heç bir tənə Əmir-ül-Möminin İslamı Allah yolundan geri saxlamadı. Allaha sonsuz şükürlər olsun ki, Əmir-ül-Möminin İslamın qapısındayıq. Allah bizi Əli və övladı Əlidən ayrı salmasın inşallah. Allah Teala Əmir-ül-Möminin İslamın qatillərinə və düşmənlərinə əbədi lənət eləsin. Kim istəmir, istəməsin. Allah bizi Əmir-ül-Möminin İslamın dünyada ziyarətindən, ahirətdə şəfaətindən binəsib eləməsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.